Bu görüntüye baxanda zaten iştahınız açıldı. Bəli, bu tort o tortdur. Napolyon tortu. Uşaqdan böyüyə hər kəsin sevəcəyi tortlardan biridir bu tort. İnanın ki, hazırlaması da çox asandır. Mən ən tez hazırladığım tortlardan biridir Napolyon tortu və ən asan reseptlə bugün sizlər üçün gəlmişəm. Açıqlama qismində yerləşdirəcəm. İlk öncə kanalıma abunə olun, videonu sona qədər izləyin. Kommentlərdə fikirlərinizi həmişəki kimi gözləyirəm. Hər birinizin yorumunu səbirlə oxuyuram və hər birinizə cavab yazıram. Gəlin keçək indi hazırlama qaydasına sizə göstərim. İlk öncə soyuq suyu yumurta ilə çalıram. Yumurtanın sarısını qatıram suya, ağını birini qatıram. Birini qatmıram. Çünki ağını nə üçün qatıram? Xanımlar, onun üçün qatıram ki, ağı xəmirə xüsusi xırçıltı verir. Burada buz kimi yağı unla qarışdırıram, umac etmirəm. Yağ görüntüyü kimi uzun süzgəcdən necə keçirtmişəmsə, içində də elə qalır. Daha sonra mən stolun üstündə etdiyim üçün içini oyuram, dağ kimi oyuram və içinə suyu əlavə edirəm, xəmiri hazırlayıram. Hazırladığım xəmiri streçə bükürəm. Siz kloka da qoya bilərsiniz, problem deyil. Amma görürsünüz də, yəni çox yoğurmuram. İçində yağlar görünəcək şəkildə qalmalıdır. Və streçi qəşəngcə bükürəm. Soyuducunun buzxana bölməsinə qoymuram xanımlar. Mən yuxarı hissəsində qoyuram. Və hardasa 1 saat saxlayıram soyuducuda. 1 saatdan sonra çıxardıram soyuducudan, streçdən açıram. Daha sonra bu prosesi təkrar edirəm. Nə edirəm? Oxluqla qəşəng açıram, amma çox da basmadan. Çünki bir dəfə də onu yenə soyuducuya qoyacağam mən. Qəşəngcə burada açıram. Səliqəsinə fikir verirəm ki, dağınıq olmasın. Açdıqdan sonra yenə də eyni şəkildə, indi göstərəcəm sizə ki, 4 günc qəşəng bükürəm və həmin elə açdığım streçə yenədən bükürəm, astaca eləyirəm ki, yağlı xəmir olduğuna görə stola yapışır. Siz un da səpə bilərsiniz, problem deyil yəni. Və yığıram, astaca bükürəm, yenidən göndərirəm soyuducuya. Soyuducuda hardasa yenə yarım saatda qalsa kifayət edir. Çıxartdıqdan sonra xəmiri 10 hissəyə bölürəm. Mən 2 porsiyadan etmişəm, siz 1 porsiyadan da edə bilərsiniz. Burada xəmiri sizə göstərirəm ki, arası necə qat-qat qalır. Bu, arasının qat-qat qalmağının səbəbi mənim qatlamağımın 2 dəfə olmasıdır. 2 dəfə çünki bunu təkrar etmişəm. Burada qəşəng səliqə ilə bölürəm hər bir qatını. Mən tərəzidən istifadə etmirəm, çünki artıq o qədər etmişəm ki, əlimə tutduğum zaman bilirəm yəni qramajını. Burada sizə içini göstərirəm, yəni necə qat-qatda. Həqiqətən də bu bişdiyi zaman da belə çox gözəl qat-qat olur da. Yəni xəmirini mən hətta çiğ belə yeyirəm də, o dərəcədə həm qoxusu gözəl olur, həm də ki xırçıltısı. Mütləqdir ki, mən hər zaman kərə yağından istifadə edirəm. Siz də kərə yağından istifadə edin. Və bunlara şəkil verirəm. Un səpirəm, unsuz zaten açmaq olmur, çünki yağlı xəmir olduğu üçün yapışır stola. Burada başlayıram açmağa. Açmağı özünüz də görürsünüz ki, biraz çətin olsa da bərk xəmir olduğuna və yağlı xəmir olduğuna görə mən 4 günc tort bişirdiyimə görə 4 günc şəkildə xəmirini açacağam. Və undan çox istifadə eləyirsiniz maalesef. Dediyim kimi yağlı xəmir olduğu üçün. Burada hər tərəfini hər dəqiqə açıram, unluyuram ki, stola yapışmasın deyə. Bunu siz də təkrar edin. Yapışdığı zaman xəmir cırılacaq və sizi bezdirəcək. Daha sonra tavaya mən kağız qoyuram. Siz qoymaya da bilərsiniz. Çünki tavaya qətiyyən yapışmayacaq yağlı xəmir olduğuna görə. Və vilkalayıram ki, şişməsin. Vilkalaya da bilərsiniz, hər kəsin zövqünə görədir. Mən elə vaxt olur, heç vilkalamaq yadımdan çıxır, vilkalamıram bunu. Qoyuram sobaya bişməyə. Sobaya bişməyə qoyduğum zaman 280 dərəcə civarında sobanı ayarlayıram və göndərirəm bişməyə. Burada artıq keçirəm kremini eləməyə. Qızlar, bu notdur ki, siz bunu mütləq qeyd eləyin. Napolyonun xırçıltı olmasını istəyirsinizsə, dədə-baba kremindən istifadə eləməlisiniz. Yəni adi maloko
və yağ kremindən. Olmazsa olmazı nədir? Vanil. Vanil xüsusi dad qatır. Zaten bilirsiniz ki, kərə yağı ilə olunan krem çox dadlı olur. Burada da Napoleonun xırçıltı səsini zaten eşidəcəksiniz xəmirində. Xırç, əsl o dad, keçmişin dadı. Və xırçıldayandan sonra aralarını kremləyirəm. Daha sonra hər qatına eyni gələcək şəkildə kremi yayıram ki, birinə çox, birinə az olmasın. Dəqiq qramajlar üçün YouTube kanalımın açıqlama qismində hamısını yerləşdirəcəm. İşte nəticə budur. Çox gözəldir. Kanalıma abunə olmağı unutmayın. Rəylərdə fikirlərinizi gözləyirəm. Sağ olun. Gələn videolarda görüşənədək.